bugünkü mövzumuz 2-ci Qarabağ müharibəsindən əvvəl olan hadisələrdir. Bildiyiniz kimi 1994-cü ildə Bişkekdə bağlanmış atəşkəs sazişinə əsasən hərbi əməliyyatlar dayandırılmışdı. Ancaq ermənilər yenə də vaxtaşırı təxribatlara davam edirdilər. 2010-cu ildə isə yenidən təxribatlar törətdilər və ordumuz buna cavab verməyə məcbur oldu. Mübariz İbrahimov 2010-cu ildə təkbaşına təmas xəttindəki 1 kilometrlik minalanmış ərazini keçib çoxlu sayda ermənini məhv etmişdi və buna görə Ermənistanda hətta matəm elan olunmuşdu. Mübariz İbrahimovun arxasınca onun köməyinə getmiş Fərid Əhmədov da orada şəhid olmuşdu. Mübariz İbrahimov ölümündən sonra Azərbaycanın milli qəhrəmanı, Fərid Əhmədov isə igidliyə görə medalına layiq görülmüşdü. 2-ci Qarabağ müharibəsindən əvvəl baş verən hadisələrə 2016-cı il aprel döyüşləri, 2018-ci il Günnüt əməliyyatı və 2020-ci ildə Tovuz döyüşlərini deyə bilərik. Aprel döyüşləri aprelin 1-dən 2-sinə keçən gecə baş vermişdir və burada ermənilər təmas xəttində yerləşən yaşayış məntəqələrini, cəbhə boyu olan bütün yaşayış məntəqələrini atəşə tutmuşdular. Ordumuz isə buna cavab verməyə məcbur qalmışdı. Ağdərə, Tərtər, Ağdam yolu, həmçinin Xocavənd, Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsinə başlandı. Döyüşlər aprelin 1-dən 2-sinə keçən gecə başladı və aprelin 5-nə qədər davam etmişdi. Döyüşlərin nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yaradan Talış kəndi ətrafındakı yüksəkliklər azad edilmişdi. Bundan başqa Füzulidə yerləşən Lələtəpə yüksəkliyi də azad edildi. Həmçinin Cəbrayıl rayonundakı Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi də təmin edildi. Aprel döyüşləri nəticəsində ümumilikdə 2000 hektar ərazi azad edilmişdir. Burada deməli aprelin 5-də müharibə dayandırıldı. Yəni daha doğrusu döyüşlər dayandırıldı. Döyüşlərin dayandırılmasının səbəbləri nə idi? Çünki beynəlxalq qurumlar müraciət etmişdilər. Həmçinin Azərbaycan dövlətinin sülhsevər siyasəti nəticəsində bu döyüşlər aprelin 5-də dayandırıldı. Rusiyada, Moskvada atəşkəs bərpa olundu əldə edilən razılığa görə. Aprel döyüşlərində Azərbaycanın milli qəhrəmanı adını almışdılar Şükür Həmidov, Murad Mirzəyev və Samid İmanov. Şükür Həmidov 2-ci Qarabağ müharibəsində şəhid olmuşdur. 2018-ci ildə mayın 20-sindən 27-sinə qədər Günnüt əməliyyatı baş vermişdir. Bu əməliyyat nəticəsində Şərur rayonunda Ağbulaq, Qızılqaya kəndləri və Günnüt kəndi həmçinin də azad edilmişdir. Ümumilikdə 11.000 hektar ərazi azad edildi və ordumuz İrəvan, Gorus, Laçın, Xankəndi avtomobil yoluna nəzarəti ələ keçirmişdir. 2020-ci ildə iyulun 12-sindən 23-nə qədər Tovuz döyüşləri baş vermişdi. Tovuz döyüşlərində düşmənin məqsədləri nə idi? Gürcüstandan keçən neft, qaz kəmərlərini ələ keçirmək idi. Ancaq bu döyüşlər nəticəsində düşmənin planları alt-üst oldu. Yəni Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolunu ələ keçirmək planları həyata keçmədi. Burada Tovuz döyüşlərinin əhəmiyyəti nə oldu? Ali Baş Komandan Ordu Xalq Birliyi ilk dəfə nümayiş edilmişdi və bu döyüşlərdən sonra artıq xalq prezidentə müraciət etdi ki, torpaqlarımız azad edilməyə başlansın. Tovuz döyüşlərinin milli qəhrəmanları isə Polad Həşimov və İlqar Mirzəyev olmuşdur. 2018-ci ildə Paşinyan rəhbərliyə gəldi. Əslində Paşinyan ilk vaxtlar özünü sülhsevər kimi göstərsə də, daha sonralar onun əsl üzü, artıq əsl niyyəti üzə çıxmışdı. 2019-cu ildə New Yorkda erməni lobbisi ilə görüşdə yeni ərazilər, yeni müharibə şüarını səsləndirmişdi. Həmçinin eyni ildə Xankəndinə etdiyi qanunsuz səfəri zamanı Qarabağ Ermənistandır və nöqtə iddiası ilə çıxış etmişdi. 2020-ci ildə Şuşada qondarma rejimin and içməsi olmuşdu və 2020-ci ildə həmçinin Tovuzda təxribat törədilmişdi. Qarabağ ətrafındakı ərazilərdə, Qarabağ bölgəsində də bir sıra təxribatlar törədilmişdi. İlham Əliyev isə buna cavablarında demişdir. 2019-cu ildə Soçidə Valday Diskussiya Mərkəzinin sessiyasında Qarabağ Azərbaycandır və nida ifadəsini işlətdir, cavab verdi. 2020-ci ildə isə Almaniyada Münhen Təhlükəsizlik Konfransında Paşinyanı tarixi dəlillərlə ifşa edərək gülünc vəziyyətinə salmışdı.
Buna uyğun bir kadrı da yerləşdirirəm, yadınıza düşəcək. We came here to tell the truth. And what I said in my introductory remarks is 100% truth. Nagorno-Karabakh is part of Azerbaijan. The question, if Nagorno-Karabakh is an ancient Armenian territory, why doesn't it have the ancient Armenian name for the capital? Because the ancient name for the capital is Khankendi, the village of the Khan. And the Stepanakert, because Shaumian's name was Stepan, Kert means city, that's right, in Armenia. Stepanakert was named in the name of that Bolshevik. So that once again proves that there was no Armenian historical legacy on those territories. Caucasian Bureau decided to Karabakh to be a part of Azerbaijan, Armenia, I'm sorry.